uşaqlar. Bugün sizlərlə birlikdə Sədərəyə vlogu çəkəcəyik, Sədərəyə gedəcəyik. Əslində neçədən vlog çəkmişdim, neçə gündür vlog çəkirəm, yəni dəyişən çox vlogla çəkirəm. Prosta ürəyim çoxdur, onu görə editdiyim paylaşıram. Ümid edirəm bugün sizlərə geçən bir vlog hazırlayarım. Later. Ben nihayet ki uşaqlar biz Sədərəydəyik. Hello Sədərəy. Bugün mağazalara girib bloger olduğumu bildirəcəm və görəsən mənə endirim eləyəcəklər. Əgər məndən bunu sübutlu istəsələr TikTok səhifəmi çox böyük ehtimal göstərəcəm. Gəlin gedək. Dostlarıma buradan təşəkkür edirəm mənimlə bu çətin yolu birlikdə gedəcəklər deyə. Uşaqlar öyrənmiş olduq ki, fidan xonça üçün nələr salmağa gəlib bura. Fidan burada özünə konfet tapdı, özə deyəndə konfetə. Çox agresivdilər, sual verirsən, ya sifət eləyirlər, ya cavab vermirlər. Əslində keçən çox maraqlıydı. Keçən getməmişdik, 2 il əvvəl getmişdik. 2 il əvvəl getdiyimizdə əşya çox maraqlıydı. Bizi qabaqdan evə getməyi gözləyir. Və ən əsası biz çox acıq. Çox acam. Orada Rəsulun kafesi var idi, amma yesə gəlmədilər məndən. Sədərəyə 10 üzərindən bugün 3 veririk. Mən sizə deyirəm Sədərəyi 5 əlmini kimi tanıyıram, siz mənə inanmırsınız. Birinci Sədərək turumuz bitdi. İndi qaydırıq Bakıya. Hələ vlogumuz bitməyib. Sadəcə Sədərək turumuz bitdi. Biz zəhmət olsa klopları verin. Sadəcə 2 dənə paket aldıq. Çünki bunlara ehtiyacımız vardı. Başqa işinə ehtiyacımız yox idi. Maraqlı gün idi, qəşəng gün idi, kreativ gün idi. Bay bay Sədərək. Gedirik Bakıya indi. Uşaqlar, gələn vloglarımız üçün sizin üçün mikrofon alacağım. Daha kaliteli vloglar üçün. Hər şey sizin üçündür. Siz də ki bəyənin. Mənim əziz izləyicilərim. Like atıp kanalıma abone olun. Pis şeyler olur. Neçə gün qoy biraz yaxşı şeyler olsun. Mənim əziz və dəyərli izləyicilərim. Mən və mənim arkadaşlarım biz çox acıq. Birazdan yəni birbirimizi öldürəcəyik acılıqda. Xəlitə düşsə onların dediydi. Bu pləkən düşsə KFC-dir. Ne oldu? KFC-yə. Bura düşdü. Qərara gəldik ki, gedirik KFC yeməyə. Uşaqlar, gəldik azadlığa, aldıq mənə bunu. Yəni, pul xərcləmədən bir gün keçirə bilməyəm. Bugün bütün Bakını gəzmişəm, Azərbaycanı gəzmişəm. Dedim ki, pul xərcləməmişəm də, nə olacaqsa. Gəldim, adaptırım xarab oldu, ona görə məcbur bunu aldım. Gedirik indi yeməyə. Bu dəqiqə üçümüzdə çox gərginlik. Gedək yeyək, sakitləşəcəyik. Uşaqlar, axır ki gəldik mən dediyim yerə, KFC-yə gəldik. Hələ mənim günüm bitməyib. Səbirsizliklə yeməyimi gözləyirəm. Deyirəm. Yeməyimi gün. Uşaqlar, vlogu burada sonlandırıram. Çox qəşəng gün idi. Amma çox yorucu gün idi. Çox yoruldum, amma çox maraqlı idi. Ümid edirəm videomu bəyənərsiniz. Like atın, xahiş edirəm, abunə olun. Öpdüm sizi. Bay bay.